Xankəndidə Qarabağ Universitetində Qarabağda 44 günlük Vətən müharibəsində qazanılmış zəfərin 5 illiyinə həsr edilən Mənəvi Dəyərlər Günü keçirilib. Mənəvi Dəyərlər Həftəsi çərçivəsində keçirilən tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Mənəvi Dəyərlər Gününün məhz Qarabağ Universitetində keçirilməsinin rəmzi və strateji önəm daşıdığını bildirib. Gənclərin milli mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsinin universitetin qarşısına əsas vəzifə kimi qoyulduğunu vurğulayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov zəfərimizin 5 illiyi münasibətilə Mənəvi Dəyərlər Həftəsinin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa quruculuq işlərinin sosial-iqtisadi və siyasi əhəmiyyətinə yanaşı həm də mənəvi məzmunu olduğunu bildirib. Bu prosesin xalqımızın 10 illiklər ərzində qırılmış qürurunun bərpası olduğunu qeyd edən komitə sədri deyib ki, Qarabağ Universitetinin yaradılması tarixin yeni dövrün işarəsidir. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında Qarabağın elmi, dini mənəvi irsinin qorunması və yeni nəslə aşılanmasının vacibliyini qeyd edib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliğ Fondu və Azərbaycan İlahiyyat İnstitutunun öz fəaliyyətlərində bu məqama xüsusi diqqət yetirdiyini bildirib. Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilib.